Bu iki məhsulu qəti şəkildə almayın. Əgər videolarınızda işığın yaxşı düşməsini istəmirsinizsə, video çəkərkən səsinizin aydın düşməsini istəmirsinizsə, bu iki məhsulu almayın. İndi isə sizlə aldığım, bölüşəcəyim, həyəcanla gözlədiyim iki məhsulu təqdim edirəm. Mikrofon və influencer ışığı. Bunu sizə göstərəcəm. Belə bir mikrofondur. Mən bunu açmışam. Baxın, içərisində telefona qoşulan yeridir və 2 dənə də mikrofon mövcuddur. Bu da digər hissəsidir. Yəni telefona taxılan yer. İçində də onun həm deyirlər, nə deyirlər, belə bir şey var. Taxım USB-ləri var, karetkası falan var içərisində. İndi isə keçək mikrofonu yoxlamağa. Və qoşuldu. Siz məni hal-hazırda mikrofonla dinləyirsiniz. Necədir səsim, necə gəlir? Bəyəndiniz? Bir də ki, bu mikrofonun belə bir özəlliyi var ki, həm də maqnit hissəlidir. Maqnitlə yapışdırıla bilir, həm də belə yaxaya. İndi isə hal-hazırda sizə influencer işığını göstərmək istəyirəm. Çox səbirsizlənirəm. Yoxladım bayaqlarım. O təbii ki, belə işıqlı yerdə yox, sizə qaranlıq yerdə göstərəcəm. Gəl. Hazırsınız? Sizə işığı göstərmək istəyirəm. Çox qəşəng deyil. Xoşuma gəldi. Həqiqətən çox aydın göstərdiysə, digər işıqlarına da baxaq. Ağ və sarı işıqları da var. Bu hər ikisinin qarışığıdır. Bu ağ işığıdır. Bu da sarı işığıdır. Çox bəyəndim. Bundan sonra siz məni bu mikrofonda və bu işıqda görəcəksiniz. Videoma baxdığınız üçün çox təşəkkür edirəm. Gələn videolarda görüşənədək. Hələlik.